Salam, dərs 47-nin izahına baxaq. Dayanıqlı inkişaf. Bilirik ki, dünya əhalisinin sayı getdikcə artır. Əhalinin sayı artdıqca onun tələbatı da artır, təbii ehtiyatların tükənməsi problemi başlayır, iqtisadi böhranlar daha çox olur, ekoloji gərginliklər daha da çoxalmağa başlayır. Və bunların baş verməməsi üçün hər bir ölkənin öz inkişaf strategiyası müəyyən olunur. Mütəxəssislər yaranmış bu vəziyyətdən çıxış yolu kimi dayanıqlı inkişafı təmin edirlər. Dayanıqlı inkişaf modeli nədir? Tarazlaşdırılmış, dayanıqlı və dinamik bir inkişaf modelidir. Bu model gələcək nəsillərin tələbatlarını tam ödəmək, təhlükə altında qoymamaq, eyni zamanda faydalı qazıntılardan səmərəli istifadə etmək, onları gələcək nəsillərə də çatdırmaq üçün hazırlanmış bir modeldir. 2015-ci ildə BMT-də dünya liderləri tərəfindən dayanıqlı inkişaf məqsədləri qəbul edilmişdir. Bu məqsəd yoxsulluğa son, aclığa son, sərfəli və təmiz enerji, təmiz su və s. başlıqları altında idi. Dayanıqlı inkişaf konsepsiyasına görə regionlarda iqtisadi, sosial və ekoloji problemlər həll olunmalı, öyrənilməli, gələcəkdə yarana biləcək problemlərin qarşısı alınmalıdır. Sosial inkişaf, insanların hüquqlarının qorunması, iqtisadi inkişaf, iqtisadi artıma nail olmaq, astullantılı və tullansız texnologiya keçmək, ekoloji inkişaf isə bioloji aləmin qorunub saxlanılmasıdır, yəni ekosistemin bərpasıdır. İqtisadi inkişaf yolları. Hər bir ölkənin iqtisadi inkişafı fərqlidir. Ölkə öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün müxtəlif modellərdən istifadə edirlər. Ən üstün inkişaf modelləri ABŞ, Yapon, Alman və Çin modelləridir. ABŞ modeli. Burada dövlət mülkiyyətinin həcmi azdır, ticarətdə məhdudiyyət yoxdur. Bütün sahələrdə yüksək səviyyəli innovasiya tətbiq edilir. Daxili və xarici bazarın həcmi böyükdür. İnhisarçılığa yol verilmir. Yapon modeli. Dünya bazarında lider mövqeyə malikdir, iri şirkətlər mövcuddur, kiçik biznesə daha çox investisiya qoyulur. Alman modeli. Dövlət mülkiyyəti daha çoxdur, dövlətin bazar iqtisadiyyatına təsiri güclüdür. Çin modeli. Dövlət planlaşdırılması ilə bazar münasibətlərinin uyğunluğu mərkəzləşdirilmişdir. Dövlət sektorunun gücü böyükdür. ABŞ-da cəmiyyətin iqtisadi inkişafında dövlətin rolu azdır. Bu, ABŞ-ın tarixin formalaşması ilə əlaqədardır. Qərbi Avropada iqtisadiyyatın formalaşmasına monarxiya quruluşuna xas prinsiplər təsir etmişdir. Yaponiyada iqtisadiyyatın formalaşmasına ölkənin adada yerləşməsi, digər dövlətlərdən təcrid olunması daha çox təsir göstərir. İnvestisiya mühiti. Müasir iqtisadiyyatın tərkib hissələrindən biri də investisiyadır. İnvestisiya gəlir əldə etmək üçün qoyulan kapitaldır. O, maliyyə pul, bank vasitələri, səhmlər, texnologiyalar, maşın və avadanlıqlar, kreditlər və s. şəklində ola bilər. İnvestisiya eyni zamanda istehsalla və əhali məşğulluğuna da müsbət təsir göstərir. İstehsal sahələrində köhnəlmiş maşın və avadanlıqların yenidən qurulması və dəyişdirilməsi üçün investisiya kimi lizinqdən istifadə olunur. Lizinq pul formasında investisiya deyil, texniki avadanlıqların uzun müddətli icarəsidir. Kreditdən fərqli olaraq lizinqdə uzun müddətə verilir və adətən müştərilərdən əlavə girov tələb etmir. Sığorta. Sığorta maddi itkilərin ödənilməsini təmin edən, qanunvericiliklə idarə olunan bir sistemdir. Hazırda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi, ölkələr arası əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Beynəlxalq Valyuta Fondu. Burada üzv olan ölkələrə kredit verilir, beynəlxalq ticarətin genişlənməsinə şərait yaradılır. Burada da əsas baş qərargah ABŞ-da, Vaşinqtonda yerləşir. Asiya İnkişaf Bankı. Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərilir. Bu da Filippində, Manilada yerləşir. İslam İnkişaf Bankı müsəlman ölkələrinin iqtisadi və sosial inkişafına yardım göstərilir. Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş qərargahı yerləşir. İnvestisiya yatırımları ilə bir sıra holdinq və kooperasiyalarda məşğul olur.
Holding ingilis dilində bir araya gətirmək mənasını daşıyır. Holding iki və ya daha çox şirkət və müəssisələrin birliyidir. Holding istehsal, bank, maliyyə, marketinq və s. kimi sahələrlə məşğul olur. Korporasiya isə müəyyən məqsədə çatmaq üçün yaranan bir birlikdir. Korporasiya sözünün mənası hər hansısa bir peşəyə sahib olan insanların birliyi mənasını verir. Beynəlxalq maliyyə mərkəzlərinin coğrafiyası. Beynəlxalq maliyyə mərkəzləri maliyyə əməliyyatlarının həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsidir. Maliyyə əməliyyatlarına kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızların alqı-satqısı, qızıl sövdələşməsi və s. daxildir. Beynəlxalq maliyyə mərkəzlərinin həyata keçirilən əsas əməliyyatları valyuta mübadiləsidir. Bu mübadilədə valyuta bazarı yaranır. Dünyada valyuta bazarlarında əsasən avro, dollar, iyen, funt sterlinqdən istifadə olunur. Beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərindən biri də kreditlərin verilməsidir. Kredit geri qaytarılmaq şərti ilə müəyyən müddətdə faizlə verilən pul vəsaitidir. Bu vəsait nəqd şəklində olmaya bilər. Kredit alanın hesab nömrəsi ilə keçirilə bilər. Beynəlxalq maliyyə mərkəzlərində aparılan digər əməliyyat növlərindən biri də qızılın, qiymətli kağızların alqı-satqısıdır. Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Dünya bazarında qızılın bir unsiyası 31,1 qram ilə hesablanır. Azərbaycanın qızıl ehtiyatı təxminən 30,2 tona bərabərdir. Qiymətli kağız, səhim, istiqraz və s. formasında ola bilər. Bu kağızlar pul kapitalını cəlb etmək məqsədi ilə buraxılır və qanunvericiliklə müəyyənləşdirilən hüquqi bir sənəddir. Dövlət əhəmiyyətli, qiymətli kağızlardan biri də istiqrazlardır. İstiqraz şirkətin fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədidir. Səhmlər isə şirkətin sərmayəsinin müəyyən bir hissəsini təmsil edir. Səhm sahibinin ortaqlıq hüququ vardır. Səhmlər sahibinə əmlakdan pay almaq hüququ da verir. Azad iqtisadi zonalar. Ölkələr arasında kapital qoyuluşu getdikcə artmaqdadır və bunun nəticəsində azad iqtisadi zonalar yaranır. Azad iqtisadi zona xüsusi rejim üzrə fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Azad iqtisadi zonalar inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün yaradılır. Onlar təkcə xarici bazar üçün deyil, həm də daxili bazar üçün yaradılmışdır. İnkişaf etməkdə olan ölkələrdə isə azad iqtisadi zonalar ölkəyə xarici investisiyaları cəlb etmək, yeni texnologiyaları mənimsəmək məqsədi ilə yaradılmışdır. Azad iqtisadi zonaların əsas fəaliyyət istiqamətləri. Ticarət zonaları. Bura güzəştli gömrük, təchizat aparatları, azad liman, azad ticarət zonası, rüsumsuz mağazalar aiddir. Sənaye zonaları, idxal zonası, ixrac zonası, sənaye parkları, elmi-texniki parklar. Texniki zonalar, texnopolis, texnopark və innovasiya mərkəzi. Servis zonaları, ofşor zona, maliyyə mərkəzi, bank xidməti, iaşə və ekoloji parklar aiddir. 14 aprel 2009-cu ildə xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur. Qanuna əsasən azad iqtisadi zonaların yaradılması üçün zəruri olan infrastruktur, yəni yol, elektrik, qaz, su təminat və s., işçi qüvvəsi və digər amillər nəzərə alınmalıdır. Bundan başqa, azad iqtisadi zonada tələb olunan güzəştli gömrük, azad ticarət, vergilərdən azad, investisiyaların genişlənməsi məqsədi ilə şərait yaradılmışdır. Ölkəmizdə dünya standartlarına uyğun Ələt Azad İqtisadi Zonası yaradılması istiqamətində işlər görülür. Dünya üzrə göstərilmiş azad iqtisadi zonalar Kanada, ABŞ, Meksika, Argentina, Braziliya,
Avropa ölkələrini və s. göstərə bilərik. Bazar iqtisadiyyatı. Bazar cəmiyyətin inkişaf prosesində sonradan yaranan iqtisadi əlaqə formasıdır. Tarixən iqtisadiyyatın və ya təsərrüfatın üç əsas forması mövcud olmuşdur. Birinci, natural təsərrüfat. Burada ətraf aləm, ev tikililər, torpaq nəzərdə tutulur. Əmtəə təsərrüfatı, məhsul istehsalı, alıcı mübadilə nəzərdə tutulur. Bazar iqtisadiyyatı, tələb, təklif, azad və sağlam rəqabət. Natural təsərrüfat formasında insanlar öz daxili tələbatlarını təmin etmək məqsədi ilə məhsul istehsal edirdilər. Əmtəə təsərrüfatında isə istehsal olunan məhsul satış məqsədi güdürdü. Məhz buna görə də insanlar öz tələbatlarından artıq məhsul istehsal edirdilər. Bazar iqtisadiyyatı isə tələb və təklif arasında yaranan iqtisadi münasibətlər olmuşdur. Tələb istehlakçının, yəni alıcının məhsulu və ya xidmətləri mövcud bazar qiymətləri ilə almaq istəyidir. Məhsulun qiyməti ucuz olduğu halda istehlakçı ondan daha çox miqdarda ala bilər. Bu halda məhsula tələbat artar. Alıcıların sayı, gəlirlər, zövqləri tələbin artmasına təsir edən amillərdir. Bazar iqtisadiyyatı şəraitində təklif anlayışı istehsalçını ifadə edir. Təklif istehsalçını ifadə edir. Təklif istehsalçının, yəni satıcının təqdim etdiyi məhsul və ya xidmət növüdür. İstehsalçı məhsulu və ya xidməti müəyyən bir qiymətə satmağa hazırdır. Bazara çıxarılan məhsulun qiyməti nə qədər baha olarsa, bu istehsalçı üçün daha çox gəlir gətirir və daha sərfəli olur. Tələb və təklif bazarın vəziyyətini əks etdirir. Təklifin miqdarı artdıqca məhsulun qiyməti aşağı düşür. Tələbin qiyməti artdıqca məhsulun qiyməti yuxarı qalxır. Tələb və təklif azad və sağlam rəqabət yaratmaqla iqtisadiyyatın inkişafına təkan verir. Tələb və təklif qrafikinə baxaq. Tələb qrafiki. Məhsulun qiyməti nə qədər aşağı olarsa, ona tələbat daha yüksək olar. Təklif qrafiki. Malların qiyməti nə qədər yüksək olarsa, təklif də bir qədər yüksək olar. Tarazlıq nöqtəsi isə qrafikdə tələb və təklifin kəsişdiyi nöqtələrdir. Rəqabət. Eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Rəqabətin məqsədi bazarda üstünlüyə malik olmaqdır. Sahibkar. Sahibkar kimdir? Gəlir əldə etmək üçün öz biznesini yaradan şəxslərdir. Sahibkarların gəlirləri artdıqca müəssisənin dövlətə ödədiyi verginin də məbləği artır. Hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün Abad, Kobiya kimi mərkəzlər fəaliyyət göstərir. İnsanların alıcılıq qabiliyyəti. Əhalinin həyat səviyyəsini göstərən amillərdən biri də onların istehlak səbətidir. İstehlak səbəti il ərzində orta hesabla insanın sağlamlığı, həyat fəaliyyəti üçün minimum ehtiyaclarının toplusudur. İstehlak səbətinin tərkibi ərzaq, qeyri-ərzaq məhsulları, geyim, yataq dəstə və s. xidmətlər, nəqliyyat, ictimai iaşə, mədəni maarif və s. xidmətləridir. Əhalinin istehlak səbətinin hər ölkədə sayı fərqlidir. Məsələn, bu say Fransada 250, ABŞ-da 300, İngiltərədə 350, Almaniyada 475 və s. ola bilir. Təbii ki, inkişaf etmiş ölkələrdə istehlak səbətinin sayı çox olur, amma inkişaf etməkdə olan ölkələrdə isə bu aşağı olur. Bazar iqtisadiyyatında məhsul və xidmətin qiymətləri arta bilər ki, bu zamanda pulun alıcılıq qabiliyyəti aşağı düşər və inflyasiya baş verər. İnflyasiya termini latın terminidir. Mənası da hədsiz artırılma deməkdir. İnflyasiya tələb və təklifin tarazlığının pozulmasıdır. Bu isə əsasən əmtəə və xidmətlərin qiymətlərinin artımı fonunda yaranır. Mülkiyyət formaları. Mülkiyyət sözünün mənası əmlak deməkdir. Əmlak maddi əşyaların toplusudur. Əmlak daşınmaz və daşına bilən olur. Torpaq sahəsi, su obyektləri, meşə, əkin sahələri və s. bunlar daşınmaz əmlaka aiddir.
Yəni bir yerdən başqa bir yerə aparılması mümkün olan əmlak isə daşınan əmlakdır. Mülkiyyət dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarına ayrılır. Dövlət mülkiyyətinə torpaq, hava məkanı, daxili sular, ərazi suları, bitki, heyvanlar aləmi və s. daxildir. Bələdiyyə mülkiyyətinə isə müəyyən ərazi daxilində hər hansısa bir təsərrüfat sahəsi olur və o da bələdiyyələrə özəlləşdirilmiş formada verilir. Bələdiyyə idarələrinin maliyyə mənbəyi torpaq, əmlak vergisi, yerləşdirilən reklamlar, avtomobil dayanacaqlarından əldə olunan gəlirlərdir. Xüsusi mülkiyyət, mülkiyyətin daha qədim və geniş yayılmış növlərindən biridir. Xüsusi mülkiyyət dedikdə qədimdə torpaq, geyim, əmək alətləri, müasir dövrdə isə maşın avadanlıqları, nəqliyyat vasitələri, qiymətli kağızlar və s. xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət şəxsi və fərdi olmaqla iki növə ayrılır. Şəxsi mülkiyyət nəqliyyat vasitəsi, yaşayış evi, ev əşyası, kənd təsərrüfatı və s. ərazilər ola bilər. Bu mülkiyyətin sahibi və ondan istifadə hüququ yalnız həmin şəxsə aiddir. Şəxsi mülkiyyətin bir növü də intellektual, yəni əqli mülkiyyətdir. Əqli mülkiyyət müasir dünyada mülkiyyətin ən mühüm qolu hesab olunur. Fərdi mülkiyyət nədir? Fərdi mülkiyyət isə xırda istehsal sahibkarlığı ilə bağlı mülkiyyətdir. Fərdi mülkiyyətçilər öz fərdi mülkiyyətlərindən istifadə edərək həyətyanı əmtəə istehsalı, sənətkarlıq, xidmət işləri və s. görməklə məşğul ola bilərlər. Bunun qısa izahını versək, şəxsi mülkiyyət sənin öz evin və yaxud maşının ola bilər. Fərdi mülkiyyət isə artıq sən evini kirayə verib oradan pul qazanırsansa və ya maşınını kirayə verib oradan pul qazanırsansa, bu artıq sənin fərdi mülkiyyətində. Yox, oradan pul qazanmayıb özün üçün istifadə edirsənsə, bu artıq şəxsi mülkiyyət hesab olunur.